Salam hörmətli SSC portal istifadəçiləri. Bu günlərim sizə portaldan qeydiyyatla necə keçmək lazımdır. Bu videonu sizə izah edəcəm. Gördüyünüz kimi app.ssc.az saytına daxil olandan sonra mövcud 3 düymə bu vaxta qədər qeydiyyatdan keçmiş şəxslər üçün portala daxil olmaq üçün vasitələrdir. Bu yeni qeydiyyatdan keç düyməsi isə məsəl üçün hər hansı bir sizinlə test eləyək. Kərimov 55 öz nömrəm 335-91 burada öz nömrənizi qeyd edirsiniz. Deyək Kərimov işarəsi. Belə bir əlbəttə mail yoxdur. Sadəcə olaraq misal üçün qeyd edirik. Qeydiyyatdan keçirdirik. Sizin nömrənizə qısa təsdiq SMS gələcək. Bunu həmin SMS-i məsələn 5391 qeyd edirik. Təsdiqləyirik. Bundan sonra artıq şifrə təyin etmək lazımdır. Şifrə üçün mütləq burada qeyd olunan tələblərə əməl etməliyik. Şifrəni təsdiq edəndən sonra artıq sizin üçün lövhədə fərdi şəxs kimi davam edin və şirkət əlavə edin düymələri çıxır. Bu fərdi şəxs kimi heç bir böyünə olmayan sadəcə ticarətlə maraqlanan belə bir şəxslər olur. Onu bəzən satın alması şirkətlərə də lazım olur. Onların hansı məhdudiyyətləri var burada qeyd olunub, oxuya bilərsiniz. Bir də şirkət əlavə edin. Burada şirkət əlavə edəndə hüquqi şəxs və ya fiziki şəxs seçim edirsiniz. Böyünü yazırsınız. Məsələn, deyək, müxtəlif hər hansı bir böyünü yazırsınız. Axtar düyməsi vuranda. Əgər portalda varsa həmin şirkətin adı çıxır, şirkətə qoşulursunuz, profil yaradırsınız. Tədarükçü profili və ya satın almaçı logistikadır. Yoxdursa şirkətinizi yaradırsınız. Şirkətinizi yaradırsınız, məsələn, deyək, adını qoyaq Ford Corporation. MMC. Bunlar əlbəttə ki, şirkət testdir. Şirkətinizin mövcud sahələrini yazırsınız. Bu çox vacibdir ki, sabahlarımız sorğular gələndə, satın almaçı şirkətlər sorğular göndərəndə bu bölmələrə görə sizə bildiriş gələcək. Seçməmişsə gəlməyəcək. Bunu doğru seçmək lazımdır. Hansı sektor üzrə fəaliyyət göstərirsiniz. Şirkəti yaratdınız. Şirkəti yaradandan sonra demək, tədarükçü kimi qeydiyyatdan keçirik. Məsələn, tədarükçü. Burada digər məlumatları siz doldura bilərsiniz. Profil yarat düyməsi vuruldu. Gördüyünüz kimi lövhə açıldı. Lövhədə burada nələrə rast gələ bilərsiniz? Sorğu lövhəsində sektorlardır və sorğular bura bildirişi hal-hazırda yoxdur və şirkətinizi təsdiq sistemdə təsdiqlədir mütləq. Çox burada vaxt alan bir məsələ deyil. Ünvan əlavə edirsiniz. Məsələn, Bakı şəhər Əhməd Rəcəbli məsələn 4 ünvanım. Sonra şirkətin mailini yazırsınız. Məsələn, Kərimov işarəsi SSC.az təsdiqləyirik. Ford Corporation üçün mən belə bir logo təyin elədim. İndi bu olmaya da bilər. Siz öz şirkətinizin logosu nədirsə, onu qeyd eləməlisiniz. Burada da öz nömrəmi qeyd edirəm və təsdiq göndərildi. Təsdiq göndərildirsə, artıq mən admin olaraq və bizim əməkdaşlar bunu arxada baxır. Doğru düzgün nömrələr qeyd olunubsa, böyününü, digər məlumatları düzgün yoxlayır və ya şirkətin əməkdaşı ilə zəng eləyir, təsdiqlədir. Təsdiqlədəndən sonra şirkət təsdiqlənir, artıq belə deyim. Dəqiq yenidən göndərin. Düzgün olmadı. Maili bunu save etməmişdim. Artıq save etdim. Və yenidən göndər. Bunu həmən gətir. Və şirkəti
Təsdiq edirəm. Təsdiq statusuna keçəndən sonra artıq gördüyünüz şirkətin burada təsdiq statusu oldu. Burada müraciət eləyə bilərsiniz, burada adminlik seçilmək üçün. Zaten mən zəng eləyəndə artıq hamı ilə həmin şəxsi admin təyin edirəm portalda. Admin təyin olunandan sonra burada şirkət profili hissəsində görürsünüz, siz admin təsdiqlənmiş şəxsiz. Artıq digər şirkət əməkdaşları daxil olanda siz şirkət profilinə girib, sizin öz digər profillərinizi və şirkət əməkdaşlarınızı özünüz təsdiqləyə bilərsiniz. Kimsə artıq sizin portala birbaşa daxil ola bilməz. İlk siz daxil olduğunuz üçün açıldı, amma növbətləri daxil olanda siz təsdiq etməli olacaqsınız admin olaraq. Və bir də hər hansı bir sektor üzrə şirkətlərin tədarükçü siyahısına düşməkdən ötürü gördüyünüz kimi burada müxtəlif şirkətlər var. Müxtəlif şirkətlərin tədarükçü dəyərləndirmə formaları var. Onların hər hansı bir formalarına daxil olursunuz və formaları, suallar var. Onları yazıb göndərirsə, onlar təsdiq edirsə, birbaşa siz həmin şirkətin təsdiqli tədarükçü siyahısına düşürsünüz. Həmin şirkətin sorğuları artıq burada. Bu hissədə indi hal-hazırda yeni şirkət olduğu üçün heç bir sorğu yoxdur. Burada görsənəcək. Bundan başqa digər şirkətlərin də kimya sektorunda işləyirsiniz, kimya sektoruna daxil olursunuz. Burada baxırsınız ki, mövcud gübrəyə aid sorğular var ya yox. Və yaxud da mövcud bildirişləri buradan hal-hazırda belə deyim, görürsünüz, bildirişlər gəlir bura. Buradan əldə edə bilərsiniz. Sizin bütün əməliyyatlar mail vasitəsilə sizə bildiriş kimi gələcək. Bildiriş kimi bu meylə gələcək, hansı meyli qeyd etmişsə. Bundan başqa siz öz məhsul və xidmətlərinizi burada yükləyə bilərsiniz ki, belə bir məhsul xidmətlərim var. Sabahlarım və yaxud da ki, istənilən vaxt şirkətlər, satın almazlar girib, birbaşa sizin məhsulunuzu adla axtarıb, sizə sorğu göndərə bilərlər. Təşəkkür edirəm, məlumat verdim ətraflı sizə. Nəsə sualınız olarsa, 055 335 91 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.